Alimlər yer səthinin isinməsini ölçə biliblər və bu istiləşmə bizə məlum olan iqlim modellərində nəzərə alınıb. Lakin okean səthi əslində dünya okeanındakı ümumi su həcminin cəmi təxminən 1/1000 qədərini təşkil edir. Bəlkə də yeri qızdıran əsas naməlum amil faktor X qalan 99,9% təşkil edən okean dərinliklərində gizlənib. Baxın, onda iki variantımız var. Birinci variant. Fərz edək ki, okeana hardansa daha çox istilik daxil olmağa başlayıb. Hələlik bu istiliyin hardan gəlməsinin sualına toxunmayaq. Və ikinci variant. Okeanın hansısa xüsusiyyəti dəyişib və o, əvvəlkindən daha çox istilik yığmağa başlayıb. Yəni, onu əvvəlki kimi özündən xaric etmir. Əgər bunu obrazlı şəkildə təsəvvür etsək, əvvəllər okean qaynar su dolu bir stəkan kimi idi. İstiliyini atmosferə ötürürdü. Bəs əgər indi okean adi stəkan kimi deyil, isti şorba olan bir termos kimi işləyirsə və istiliyi əvvəlki qədər ötürə bilmirsə, düşünün. Axı, biz okeanın suyuna müəyyən maddələr əlavə etdik ki, o şorbaya çevrilsin.